Ranking, yəni dərəcə sistemi özgüvən sahəsində də insanlarda müşahidə olunur. Və özgüvən sahəsində insanlarda bu 3 səviyyədə müşahidə olunur. Aşağı səviyyə rank, orta səviyyə rank və yüksək səviyyə rank. Təsəvvürünüzə gətirin ki, hər hansısa bir şirkətdə yeni bir müdirə ehtiyac var və 3 namizəd bunun üçün seçilir. Aşağı səviyyəli rankı olan, yəni dərəcəsi olan insan, yəni özgüvən mövzusunda ani olaraq, yəni buradakı məsuliyyəti düşünür və düşünür ki, görürsən, mən burada müdir olsam, başqa işçilər mənim haqqımda nə düşünəcək? Birdən deyərlər ki, bu bundan layiq deyil. Biri deyər ki, misal üçün, elə bunu gözləyirmiş ki, elə özünü qabağa bu işdə salsın. Biri elə deyəcək, biri belə deyəcək. Görərsən, bunların hamısı ilə mən necə başa çıxacam? Orta rankda, yəni orta dərəcədə özgüvənli olan insan isə, onda da buna oxşar düşüncələr olur. Lakin aşağı səviyyədə rankdan bir üstünlük var ki, o sonuçta son olaraq bu vəzifəni qəbul edir, amma buradadır ki, o da yəni eyni düşüncələrlə görürsən, mən bu işi necə bacaracam, görürsən, mən bu işi necə bacaracam, görürsən, başqa insanlar nə deyəcək, görürsən, iş yoldaşım bu haqda nə deyəcək və bunları tez-tez beynində düşünür, amma sonunda da qəbul eləyir, lakin o olduğu yerdə də yenə də bunları düşünməyə başlayır. Və təbii ki, yüksək ranqlı insan isə yəni çox düşünmür, yəni özündə əmindir, başını dik saxlayaraq, yəni özünə bunu deyir. Mən olmasam, başqa birisi olacaq burada. Əlbəttə ki, mən olmalıyım, mən yaxşı çalışıram, mən işimi bilirəm və məndən çox gözəl müdir olar, gözəl danışıq qabiliyyətim var, özümə güvənirəm və s. və s. və özünü o anda özünü o işə layiq bilir və insanların fikrini düşünmədən, bu işçilərin fikrini düşünmədən hər an, yəni o anda o vəzifəni üstələyir. Və o vəzifə keçəndə də yəni öz-özünə ruhlandırmaq üçün təbii ki, bu sözləri deyir, bəli, elə mən burada olmalıyam, bura mənim yerimdə, mən bu işi götürməsədim başqa birisi götürəcəkdir və heç çəkinmədən başı dik şəkildə bu işdə möhkəmlənir və bu işi öz üzərinə götürüb işi davam etdirməyə başlayır. Və bu da anlatdıqlarımın sxem şəklində yazılışı. Ranking, yəni dərəcələr. 1. Aşağı rank, özgüvən 0%. İkinci olaraq orta rank, özgüvən 50-50-yədir, yəni bu şəxslərdə. Üçüncü olaraq yüksək rank, özgüvən 100%-dir.